Teşekkür ediyorum Sayın Başkan Uzak Hocam. Değerli hocalar, mehmanlar, sevgili öğrenciler, hemmenizə sevgilerimi, saygılarımı sunarım. Şimdi bu Ətrakiyə əsərində Nizaminin xəmsəsinin karşılığı olan, yani ekvivalenti, muadili, nəzirəsi bolğan Nəvainin xəmsəsi bu əsərə göre biraz farklılıklar gösteriyor. Mesela Ferhad-ı şiirinde Nizami'de Ferhad'ı sadece bir taş delen olarak gösterirken diyor ki Nevai Turan ve Türkistan'ın en doğru tarihi olan Nazım-ı Tevarix'i tapıp ona bakarak Ferhad için Xaqanetçinin oğlu diyor. Yana Behram Mülkaraga Ferzend, Güzin Ferhadga Hemzad u Dilbend, Bolup nisbette kökel taşı anın, Tariqət babıda qardaşı anın. Fakat birçok eserin Nevai Nezire yazdığı gibi, birçok esere yazdığı gibi bazı eserlere, mesela Şahnameye fırsatı olmayan için yazılmadığını etkendir. Diyor ki mesela men ol men ki ta Türk bidadıdır, bu tilbirle ta nezmi bünyadıdır. Felek körmedi men ki bi nadiri, Nizami gibi nezmara qadiri. Bu meydanda Firdevsi yol gür derür ki ger kelse Rüstem cevabın verir. Rəqəm qıldı fərxündə Şəhnami ki sındı cevabı da hər xami. Dedi öz tili birlə ol kavni gənc ki 30 sal ürdəm bir Şəhnami rənc. Ki hər netcə nütq olsa kahil səray, biti qəy mən 30 yılın 30 ay. Əgər xavsə məni gəriham erur, anın kündə 100 beyti həlvam erur. Yani diyor onun 30 yılda yazdığını ben fırsatım olsaydı, vaktim olsaydı 30 ayda yazardım aslında diyor. Osman Hoca biraz tenkit meselesine değindiler. Doğru, yani nevaşinaslıq fakat məxtəşdən ibarət eməz. Nevaşinaslıqda umumen biz işin bir kısmını beceralarımızda əməlgə aşırəmiz. 3 tamanı var. Fakat təlqin təhlil, nevaşinaslığın məqtağı bilən təlqin təhlil, bir də tənqidi yandaşı bilən təhlil təlqin. Bu nevaşinaslığın bir parçasıdır son kısım. Bu kısmını qılməzsək nevaşinaslığı toluq tam beceri almayımız. Nevai'nin birçok mesela tercüme mahiyetli şiirleri var. Doğru, bəziləri orijinal, yenidən işlənmiş, özgün şiirlerdir ama bazıları da zaman kəm əcrətkəni üçün işte bunlara tənqidi yandaşı mümkün, hətta əlzəm. Hətta tənqid bilə kifayətlənməb, daha yaxşı tərcümələrdə ortaya koyuş mümkün. Yəni, doğru, biz əskiyə dönüb də xəmsəni tərcümə qılmayımız. Tarix boyu xəmsələr bolgən və bütün xəmsələr də daha yaxşı olma iddiası ilə ortaya koyulmuş. Biz o döneme dönməyimiz, amma bu bizim tərcümə işlərimizdə, başqa işlərimizə təsir qılar. Yəni tənqid olmasa yaxşı tərcüməyə ortaya çıxmaz, tənqid edəcəksin ki, yaxşısını yaratasın. Demək, Nevai'yə tənqidi yandaşı həm nevaşinaslıqdır. Və bu Nevai'nin dəyərindən hiçbir şey kəməytirməkdir, azaltmaz. Nitekim mesela Babür de diyor ki bugüne kadar Nevai gibi kimse Nevai kadar kop ve hop Türki şiir söylememiştir. Ancak mənimcə bu tənqidi yetük alimler tərəfindən olması gerek. Yani özünü yeterli his etken şəxslər tərəfindən kılınışı gerek. Çünkü bu tərcümə mahiyyətli şeylerin təlqini də dili yaxşı biliş gerek, ədəbiyyatı yaxşı biliş gerek. Nevai'ni yaxşı oxub, örgəniş, özləşdiriş gerek. Nizamiyə tegişli tərcümələrdə Nizamini, Xusru Dehləvini, Camini yaxşı oxub, örgəniş və özləşdiriş gerek. Çünkü şiiri şiirgə tərcümə qıyın işdə, biləsiniz.
Şeiri şeirə tərcümə qilish çoxdur. Bir şeiri siz bir saatdə də tərcümə qıla bilərsiniz. Bir gündə həm bir sayfa şeiri oynayırlar. Bir gündə həm tərcümə qılınışınız mümkün, bir ayda həm. Amma bir saatdə qılıngan tərcümə bilən bir ayda qılıngan tərcümə arasında sifət bakımından fərqlər bulardır. Onlar aynı olur mu? Aynı olmaz. Onun üçün Nəvainin zaman bulmagəni üçün bəzi tərcümə mahiyyətli şeirlərində tərcümə hissi, kokusu, hidi sezilərdi. Diyor ya, onun 30 yılda yazdığını ben 30 ayda yazamam. Tabii Nəvai dahi bir insan, büyük bir edip ama ne kadar zaman, yani qancha zaman çok əcrətsən, onca tərcümə işi güzel ve çiraylı rahat olardı. Nəvai işte zamanı az bolgəni üçün, zamanı məhdud bolgəni üçün tərcüməyi az zaman əcrətə alardı. Babür də hətta Nəvaini mesela tənqid qılardı. Diyor ki, Babür diyor, Farsça şiirlərində Nəvainin şiirlərinin köpçülüğü zayıftır diyor, sustur. Babür diyor bunu. Babür cüda böyle gerçekçi bir insan da her şeyi hem tənqid qılardı, hem məhdud qılardı. Özü üçün də, yəni o xətalarını çox açıq bir şekilde, mesela diyor, ərəq içdik, macun yedik, sonralar tövbə qıldığını əytədi, çox açıq bir şekilde gerçekçi bir yazar Babür. Və bəzi təsniflərinin daha zayıf olduğunu Nəvainin, inşalarını diyor camiyə təqlid edərək yazdığını, topladığını söylüyor. Və Mizanul Əvzanda da bəzi teknik səhvlərini göstərədi. Bundan təşkəri Nəvainin tarixçiliği də çox ciddi tənqid edilməlidir. Nəvai büyük bir ədib, amma tarixçeməz. Əlbəttə ki, Nəvai tarixi mənbələrini kollənib yazardı, bu doğru. Ancaq bir gerçek var. Bəzi millətlərin gerçek tarixi var. Türk milləti gibi, Türk xalqı gibi, Türk xalqları gibi. Yəni bizlər. Çəngizindən, Temurundan tutmuş da Nadir Şah, Sultan Fatih Məhmədə kadar. Bunlar gerçek tarihi var. Bəzi millətlərin gerçek tarihi bulmagəni üçün uydurma yolu bilən, yərətgən əfsanəvi tarixləri var. Zaman zaman bu gerçek tarih bilən əfsanələr tarixi mənbələrdə bir-birinə karışmışdır, ərələşkən. Və Nəvainin də kullandığı əsərlərdə bu əfsanələr ilə gerçəklər əcrətilə almagəni üçün bu səhvlər istər-istəməz Nəvainin tarix əsərlərinə geçmiştir və bu çox normal və tabiidir. Şimdi ben iki beytini Nizami ve Nəvaini səlişdirmək istiyorum, karşılaştırmak istiyorum. Ondan önce birkaç söz söyleyeyim. Nəvainin Nizami, Xosro Dehləvi ve camiye verdiği değer şu şeylerinden anlaşılmakta. Diyor, yoldasa bu yolda Nizami yolum, qoldasa Xosro bile cami kolum. Hayretül Ebrar'da söylüyor. Veya mesela Nizami'nin kaleminde gizli olan caduyu, Nizami'nin kaleminde gizli olan caduyu, Musa'nın esasında gizli olan caduya, yani o ejderhaya oxşatardı. Diyor, Musa eməsə ersək hilki nahu, ceyfi ara müzmər etdi cadu. Sayfa 23. Veya bu Nizami ve Xosro Dehləvi hakkında şöyle diyor. Bu bişə aradur eki nərrəşir, bu bəhriçə eki nəhəngi dəlir, ana o kirgəli şiri cəngi gerek, mula həm dilavər nəhəngi gerek. Fakat camini Nizami ve Xosro'dan üstün tutuyor Nəvai. Mesela diyor, ana Sədd İskəndəridə, ana tegrukim şeyxu peyrov idi ki yani Nizami Xosro idi. Yana bir bizim pir o məxdum həm qopup urdular ilgəri rəqqədən. Bizim pir o məxdum, yani cami diyor, onlardan da ilgəri gitti. Fakat cami ve Xosro vasıtasıyla aslında Nizami'ye ulaştığını, yöneldiğini söylüyor. Yani önce Nizami ve Xosro ile tanışıyor ve sonra Nizami ile tanışıyor. Diyor, tutup cami ve Xosro iki kolum, Nizami sarı başladılar yolum. Sədd İskəndərdə. Caminin üstün tutuşuyla ilgili başka bir şeyde diyor, iki pil olsa Xosro'ya Nizami, erir 100 pil çağlık pili cami. Yani diyor caminin fili
100 fil kebidir. Eğer Nizami və Xusrov fil olsa, caminin fili 100 fil gibidir. Çağlık kebi demektir. Evet, şurada son olarak ben şu 2 beyt şiiri karşılaştırmak istiyorum. Çok güzel tercüme etmiş aslında. Nizami'nin şiirini çok güzel tercüme etmiş. Yani tercüme hidi kokusu almayınız burada. Yukarıdaki Nizami o ortadaki diyor İskender pezirofт ezu herçe goft. Yani diyor İskender kabul etti ezu ondan herçe goft. Her nimeki dedi. Pezirende berxast, guyende xoft. Kabul eden yani diyor turdu, kalktı. Guyende yani sözü degen xoft yani yattı. Bir daha okuyorum. İskender pezirofт ezu herçe goft. Pezirende berxast, guyende xoft. Nevai'nin tercümesi şunda. Eşitken çubunda kabul etti söz. İskender'in ismi geçmiyor ama bakın tercümeye. Eşitken çubunda kabul etti söz. Degen çün eşitti bu söz. Yumdu göz. Gördünüz mü? Şimdi burada yani Nevai değiştirmemişse şu aslına baktığımız zaman eşitti bu sözün faili degen gibi görünerdi. Doğru mu? Şu eşitti bu sözün faili degen gibi görülerdi. Ama aslında degen emez, eşitken kimdir? İskender. Yani degen yumdu köz, eşitken sözün faili, çünkü eşitti bir sözün faili İskender. Yani şuradan göstereyim. Yani çünkü eşitti bu sözün faili aslında degen emez. Degen emez. Çünkü eşitti bu sözün faili işte o eşitken kişi. Yani İskender. Degen yumdu göz. Yumdu gözün faili degen. Gördünüz mü? Bunu niye vurgulayarak söyledim? Aslında demek bu tercüme mahiyetli şiirleri yaxşı düşünüş ve engleş için mutlaka eserin əslinə bakıp onunla karşılaştırmak gerek. Hatta şair de olsa yani sezilişi güçlü de olsa eserin gördüğünüz gibi aslına bakmadığı zaman tam doğru bir anlam ortaya çıkmıyor. İtibarınız için kettegan rəhmət. Sağ olun. Kettegan rahmat Farhod Rahibiy do'stimizga. Bu yigitni yetakchi jihati lug'atlar bilan ishlaydi. Lug'at bilan ishlagan olim yaxshi olim bo'ladi. Ancha-muncha turkiy lug'atlar bilan ishlagan. Erondan ikkinchidan fors tilini yaxshi biladi. Fors adabiyotini yaxshi biladi. Shu jihatdan Farhod Rahimiyni bilim doirasi juda ham keng va ko'p yillardan beri bizni konferensiyalarimizda ishtirok etib keladi. Yaxshi bir ma'ruza bo'ldi, lekin bu yerda ba'zi narsalarni talabalarning e'tiboriga va boshqa